Maksus bir eləsin. Yaz biləsin. Məkanları cənnət olsun. Amin. Həqiqətən də bizim hər birimizin borcudur. Çünki biz issi yatağımızda yatdığımız zaman bu şəhidlər, bu yağışda, bu palçıqda, səngərdə bizi qoruyur. 30 illik həsrətində olduğumuz torpaqları bizə bəxş etdilər. Onların ruhu qarşısında baş əyirik. Allah ailələrinə səbir versin. Amin. Bir anamıza səbir diləyirəm, bütün şəhid analarına. Qarşınızda baş əyirik. Əlimizdən gəldiyi qədər sizlərin yanınızdayıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Ruhları qarşısında baş əyirik. Hər bir kəsdən də Allah razı olsun ki, hər kim bu yağışda, bu soyuqda, bu şəhid ailələrinin yanındadırlar. Dərdlərinə şərik olurlar, təsəlli bacarırlarsa Allah hər birindən razı olsun. Bir daha qarşınızda baş əyirik. Sağ Allah ol. rəhmət eləsin. Sağ ol. Allah siz de sağ olun. Allah sizden de sen yanımızdasınız. Allah sizden de razı olsun. Bir bu yağışlı günde siz bizim yanımızdasınız. Bizim balalarımız yağış bilmeyip, qar bilmeyiblər. O çovğunun altında bizim torpaqlarımızı bizə qaytarıb, bizi bütöv eləyiblər. Bütöv Azərbaycan eləyiblər. Biz onlar üçün nə qədər eləsək azdır. Çünki bir var pulla nəsə eləyəsən, bir var canınla, qanunla vətənin yolunda canından keçəsən. Bu müqəddəs canından keçəsən. Biz nə qədər eləyə bilər üçün azdır. Biz sizə təşəkkür edirik. Var olasınız ki, bizi tək qoymursunuz çətin anımızda. Bu günləri bizim Sadiq balamızın il dönümüdür. Buradasınız, yanımızdasınız. Allah Firuzə bacıma, Rəşad qardaşıma, Rəvan balama səbir dözüm versin. Şəhid adı gözəldir, müqəddəsdir. Amma nə qədər müqəddəs olursa bir o qədər də çətindir. Övlad itkisi anı üçün, atı üçün çətin bir şeydir. Biz övladımızla imtihan verdik. Allah bu yolda bizə səbir dözüm versin. Amin. Məkanları cənnət olsun, ruhları şad olsun. Biz də bir ana olaraq onların qarşısında biz də həmişə baş əyirik. Allah canınıza dəyməsin, var olasınız. Təşəkkür edirik sizə də. Məxsus sənə də təşəkkür edirəm. Sağ ol bebeğim. Allah kömək Niyaz olsun. qardaş sənə də təşəkkür Çox sağ ol. edirəm. Komandirimiz adından ailəyə başsağlığı verirəm. Belə deyərdim ki, mən yer göy ağlayır şəhidlərimin matəminə, yasına. Torpaq altında yatan xəzinələrimiz olmasaydı biz bu gün ayaqda olmazdıq. Torpağımızın bütövlüyü uğrunda, Azərbaycanımızın müstəqilliyi uğrunda can qoydular, canlarından keçdilər. Allah ruhlarını şad etsin. Amin. Allah şəhidinə dəyər verən hər bir kəsdən razı olsun. Bu bizim boynumuzun borcudur ki, onları unutmayaq və Neymanımızın anası yanımdadır. Qarşıda onun da il dönümü gəlir. Həqiqətən də övlad adısı ağır bir şeydir, amma vüqarlı bir şeydir ki, başımızı uca edən analarsınız ki, yəni sizlər böyütdünüz o övladları. Arzu anamız, yəni Allah Sadiqin atasına şəfa versin Rəşad qardaşa. Valideynlər itirə-itirə gəlirik. Biz dünən bir şəhidimiz Ramilin atasını itirdik. Dadaş dayını itirdik. Yəni Allah qalan şəhid atalarına, şəhid analarına səbir versin. Onlar yaşadıqca yaşadırlar. Amin. Ruhları şad olsun inşallah. Mən də həqiqətən Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid anaları qarşısında baş əyirəm. Şəhidlərimizin məzarı qarşısında baş əyirəm. Respublika Azərbaycan Respublikası şəhid ailələri, əlilləri, müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin nümayəndəsi olaraq Tahir Məmmədov adından, hərbi ekspert polkovnik adından şəhid analarına birbaşa öz salamlarını çatdırır. Allah hamımıza uzun ömür, can sağlığı versin. Allah hamımıza kömək olsun. Emin, Allah sizdən də razı olsun. Günay xanımla da razı olsun. İzləyirik hər zaman. Həqiqətən də bunların yanındasansa halal olsun atam. borcumuzdur. Var olasan, mən fəxr edirəm. Mən şəhidimlə, qazimlə, kim ki qürurlanır, mən onlarla qürurlanırım. Allah hər birinizdən razı olsun. Milli Məclisin deputatı Günay Ağamalı birbaşa hər kəs bilir. Şəhid ailələrinin yanındadır, dəfnində, yasında, hər imkan olduğu qədər şəhid ailələrinin yanındadır, hər zaman. Və özü olmasa da belə, dəyərli analarımız mənə göstəriş verir, hər kəs bilir. Bacardığım qədər, imkanım olduğu qədər şəhid ailələrinin, atalarının Allah səbir versin ailələrinə, yas mərasimində, doğum günlərində, illərində, əgər vaxtım varsa, Günay xanımın göstərişi və tapşırığı ilə dərhal Mən buradayım. Anamız da buradadır, çox sağ olsun. Dəyərli Arzu anamız, bəli, biz o... Bu dərdi yazan sanmaq olar, otsuz bu qədər yanmaq olar. Siz can verdiniz, bizlər yaşayaq, heç haqqınızı danmaq olar. Bu dərdi yazan sanmaq olar,
Odsuz bu qədər yanmaq mı olar? Siz can verdiniz, bizlər yaşayar, heç haqqınız